Salam hörmətli izləyicilər. Bugünkü dərsimiz ekranda gördüyünüz bu yastı fiqurun qurulması ilə bağlıdır. Burada fikir verirsiniz, əgər deməli diametri 12 olan 14 ədəd kiçik çevrəmiz var. Bu çevrələrin çoxaltması üçün AutoCAD-ın Polar Array komandasından istifadə edəcəyik. Gəlin başlayaq. Birinci növbədə daxili çevrələri çəkək, daha sonra isə digər çevrələri çəkək. 70 diametrli çevrəmizi çəkirik. Center diametri yenə seçirəm. Eyni mərkəzdə 80 diametrli çevrəni çəkirəm. Daha sonra 130 və 170 diametrli çevrələri çəkək. 130 və 170 çevrələrini çəkdik. İndi isə mərkəzdən yuxarıya doğru bir xətt qaldıracağım. Diqqətlə baxdığımız zaman görürük ki, mərkəzdən yuxarı qalxan mərkəz xətti, yəni şaquli simmetriya oxu bizim 130 diametrli çevrəmizlə bir nöqtə kəsişir. Bu kəsişmə nöqtəsi kiçik çevrənin, yəni diametri 12 olan çevrənin mərkəzidir. Və bu kəsişmə nöqtəsinə diametri 12 olan çevrəni çəkək. 12 enter. Bunu çəkdik. Daha sonra burada fikir versək, görərik ki, 20 ölçüsündə çıxıntılar var. Onu çəkməkdən ötürü mərkəz xəttini 10 milli sağa, 10 milli sola offset komandasının köməyi ilə götürəcəm. 10 enter. Sola 10, sağa 10. Artıq xəttləri siləcəm. Mərkəz xəttini hələ ki silirəm. Artıq xəttlərimizi silək buradan. Belə. İndi isə Polar Array komandasının köməyi ilə birinci çevrələrimizi çoxaldaq. Polar Array seçirəm. Birinci çevrəmizi seçirik. Enter deyirik və daha sonra çevrənin mərkəzini seçirəm. Və artıq çevrələrimiz artmış olur. Bizə amma 14 ədəd lazım olduğu üçün buraya yazıram 14. Enter vururam. Belə. Close Array deyirəm. Daha sonra yenə Polar Array seçirəm. Bu səfər buradakı çıxıntını seçirəm. Və Enter deyirəm. Mərkəzi yenə. Mərkəzə görə çevirdiyi üçün biz həmişə mərkəzi seçirik. Bizə 4 dənə lazımdır. 4 Enter deyirəm. Və Close Array deyirəm. Fikir veririk ki, burada bu kiçik çevrələr bir obyekt kimi görünür. Obyekt kimi göründüyü halda biz qalınlaşdırdığımız zaman bu qalınlaşmayacaq. Ona görə mən bunu parçalamalıyam. Hər ikisini seçirəm və Home-da Export komandasını istifadə edərək bunları ayırıram bir-birindən. Artıq hər biri ayrı-ayrılıqda bir çevrə halındadır. Artıq hissələri buradan da silək. Daha sonra çevrəmizin dizgimizin əsas xəttlərini qalınlaşdırmaq lazımdır. Və seçirəm, bütün çevrəni seçirəm. Bütün çevrəni seçirəm. Burada köməkçi xəttimiz 130 diametrimizdir. Çünki 130 diametri bu kiçik çevrələrin mərkəzini göstərir. Və onu seçimdən çıxarıram. Shift-i basıb saxlayıram və klik edirəm, seçimdən çıxır. Daha sonra isə qalınlaşdırmaq üçün gəlirəm Properties-dən. Burada Line Weight var. Line Weight-dən 0.5-i seçirəm və qalınlaşdırıram. Əgər sizdə belə vəziyyətdə qalınlıq gəlmirsə, o zaman bu hissədə Line Weight aktiv deyildir. Və yaxud da bu Line Weight əgər burada yoxdursa, 3 xəttdən daxil olub Line Weight-i aktivləşdiririk və daha sonra isə buradan klik edirik və bu şəkildə qalınlaşdığını görmüş oluruq. Və bizdə mərkəz xəttləri var. Birinci növbədə bu mərkəz xəttini çevirməliyik nöqtəli qırıq-qırıq xəttlər. Onun üçün biz gəlirik burada line tipdən. Məndə hal-hazırda seçilidir. Əgər sizdə yoxdursa burada nöqtəli qırıq-qırıq xətt AZ-yə daxil olub, Load-a daxil olub, ISO dash dot'u seçməklə siz
nöqtəli qırıq-qırıq xətti əlavə edə bilərsiniz. Məndə hal-hazırda əlavə olunub və buradan xəttimizi seçirik və tipini dəyişirik. Ləğv eləmək üçün ESC düyməsindən, məsələn bu seçilidirsə, mən bunu ləğv eləmək istəyirəm, ESC düyməsindən istifadə edirəm. Burada artıq xəttlərimiz qalıb, onları silək. Silmək üçün Erase'dən və yaxud da klaviaturadan Delete'dən istifadə edirik. Belə. Daha sonra isə ümumi mərkəz xəttini sürətli şəkildə yerinə yetirmək üçün Annotate-ə klik edirəm və burada Center Mark-dan istifadə edərək çevrənin mərkəz xəttlərini yerləşdirmiş oluram. İndi isə keçək ölçüləndirməyə. Ölçüləndirməyə keçməmişdən əvvəl Annotate-dən Dimension bölməsindən ox işarəsindən standart stil menecerdən biz yeni bir stil yaratmalıyıq və yaxud da olan stilin üzərində dəyişikliklər edə bilərik. Mən modify deyirəm. Burada ölçünü 5-dir. Mən bunu 6 olaraq dəyişəcəm. Dizgimiz böyük olduğu üçün ölçülərimiz, ölçü xəttlərimiz də ona uyğun olmalıdır. OK deyirəm. Close. Və indi isə Home-da Annotation hissəsindən ölçülər olan yerə gəlirəm və ölçüləndirirəm. Əsasən diametrdir bizdə. Diametrləri birinci ölçüləndirək. Diametr. Sonra 70 məsəl üçün 170 ortada yox, çöldə də dayana bilər bu formada. Sonra 130 diametrli. Daha sonra 70. Bu 130-dan 70 üst-üstə düşür. 130-u kənara çıxarmalıyıq ki, burada problem olmasın. Qarışıqlıq olmasın. Daha sonra 80 diametri. 80. Fikir versəz ki, burada belə bir şəkildə üst-üstə düşür. Biz onu kənara çəkə bilərik. Təbii ki, bunu bağlamaq gərəkdir ki, bu seçim eləməsin. Belə. Sonra isə bizdə 20 ölçüsü var. 20 ölçüsünü də lineardan seçirəm. Əgər bu nöqtələri seçmirsə, deməli sizdə burada osnop bağlıdır və yaxud da seçimlər içərisində endpoint, midpoint, center, quadrant, buradakı seçilmiş olan punktlar ləğv olunub. Onları aktivləşdirmək lazımdır. 12 çevrəsinin altında isə 12 diametr çevrənin altında isə 14 ədədi yazılısı yazılıb. Biz A-nı götürüb bura 14 ədəd yaza bilərik. 14 ədəd. Ölçü həddinə artıq çox kiçik olduğu üçün mən bunu dəyişməliyəm. Burada 0.12-də qalıb. Onu 5 olaraq dəyişirəm və close deyirəm. Beləliklə xətti də bu şəkildə uzadaq. Beləliklə biz dizicimizi sürətli şəkildə yerinə yetiririk. Bu qədər. Gələn dərslərdə görüşənədək sağ olun.